Həzrət Əlinin yanında olan bir adam küsüb gedir Muaviyyənin yanına. Nəsə istəyib Həzrət Əlidən, o da qurban olduğunu verməyib. Çıxıb gelib Muaviyyənin yanına. Rüşvətlə adam almayıb, bax Həzrət Əli əleyhissalam heç vaxt. Rüşvətlə adam artırmayıb. Gəlir Muaviyyənin yanına, indi istəyir ki, nəsə qopartsın da Muaviyyədən. Deyir ki, ən xəsis adamın yanından ən səxavətli adamın yanına gəlmişəm. Muaviyyə deyir. Həzrət Əliyə xəsisdir, Muaviyyə səxavətdir. O da neyinir? Hər bunu deyəndə çıxardır, biraz pul verir ona. Din bazar açmışlar da və belə alırdılar adamları. Həzrət Əlinin əleyhinə danış, pul verək. Həqiqətən belə də saxta hədis uydur, belə din bazarı idi, din alveri ilə məşğul idilər. Biraz da ürəklənir, deyir ki, insanların sözünə bax, ən qorxağının yanından ən şücaətlisinin yanına gəlmişəm, Muaviyyə deyir. Biraz da buna dinardan, dirhəmdən, nəmlədən verin. Məclis qutarır, cəmaat dağılışır, Muaviyyə çağırır, deyir, amma elə bilməyəm, mən aldatdın. Əlinin şücayəti o qədər çoxdur ki, bütün şücayətlər qabağında titrirsən, mənə deyirsən ki, qorxağın yanından, şücayətin yanına gəlmişəm. Əlidən səxavətli adam var, deyirsən ki, xəsis adamın yanından, səxavətlinin yanına gəlmişəm. Deyir, Əlinin iki təpəsi olsa bir arpadan, bir qızıldan, Əli qızıldan olan təpəni daha tez Allah yolunda ihsan eləyər. Nə qədər qiyməti daha çoxdur, Əli daha tez Allah yolunda onu verir. Beytulmalın qızılını filanını hamısını verirdi, hələ özünün olmayanda Beytulmal. Gəldi orada namaz qılırdı, dedi ki, şahid ol ki, mən heç nəyə xəyanət eləmədim.